Xoş gördük əziz izləyicilərimiz. Növbəti sujetimizi çox diqqətlə izləyin. Çünki çox vacib bir məlumatı çatdıracağıq sizə doktorumuzla bir yerdə. Xoş gördük doktorum. Xoş gəlmisiniz. Həkim qonağım Azərbaycan Tibb Universitetinin assistenti, uzman onkoloq cərrah Niyazi Eminovdur. Doktorumuzla müasir tibbdə yoğun bağırsaq və düz bağırsaq xərçənginin müalicəsində tətbiq olunan yeni üsullar, mühüm yeniliklər və müalicədə əldə olunan uğurlu nəticələr barədə söhbət etdik. Deməli, yoğun bağırsağın və düz bağırsağın xərçəngi cəmiyyətdə çox yayılmış xərçəngdir. Ümumi olaraq 3-cü, 4-cü sırada rast gəlinir xərçəng növləri arasında və bu xəstəliklər aktual olduğu üçün müalicəsi də aktualdır. Həm yoğun bağırsağın, həm düz bağırsağın xərçəngində son illər müxtəlif yeniliklər var. Həm cərrahiyyəsində, həm deməli kimyəvi dərman müalicəsində bir çox yeniliklər var. Cərrahiyyəsi ilə bağlı qeyd etməm gərəkən odur ki, yoğun bağırsaq xərçənglərində biz əməliyyatları laparoskopik üsulla, yəni minimal invaziv üsulla əməliyyat edə bilirik. 4-5 dəlikdən və çox kiçik bir kəsikdən. Bəs deyirlər doktor, sözünü kəsərəm, üzrəm. Şişə bıçaq vurmaq olmaz. Doğru deyirlər. Şişə bıçaq vurmaq olmaz. Biz şişə bıçaq vurmuruq. Kənarından kəsib götürürük. Yəni heç bir zaman onkoloji prinsiplərdə şişi kəsmirik. Şişi kənarlarından, ətrafındakı limfa düyünlərindən bərabər embrok dediyimiz ümumi şəkildə çox mıncıqlamadan türkçə desək, onu o şəkildə çıxarırıq. Və bu işləri laparoskopik üsulla da həll edə bilirik. Əməliyyatdan sonra xəstələrin reabilitasiyası, əməliyyatdan sonra ağrı, postoperasyon yırtıq əmələ gəlmə riski və s. bu risklər düşük olan, daha belə deyək, güncəl, daha müasir əməliyyatlar icra edirik. Əməliyyatlarda bayaq qeyd etdiyim kimi onkoloji prinsiplərlə, ətrafdakı limfa düyünlərlə bərabər bu şişlər əməliyyat olunur. Düz bağırsaq xərçənglərlə bağlı yeni gəlişmələr, inkişaf var. Bu da ondan ibarətdir ki, lokal irəli dediyimiz, olduğu yerdə inkişaf edilmiş, uzaq orqanlara metastaz verilən düz bağırsaq xərçənglərini öncəsində kimyəvi dərman müalicəsinə və şüa müalicəsinə göndəririk, hansı ki, bunun adı total neoadjuvant müalicədir. Bu total neoadjuvant müalicə ilə xəstələrdə 40%-də şiş tamamilə yoxa çıxa bilir. Hətta biz o xəstələri təqib edə bilirik. Yəni, əməliyyatsız təqib eləmək belə mümkündür. Demək, sağlanma şansı daha çoxdur. Bəli, yəni son illərdə olan bu inkişaf, onkologiyada olan bu inkişaf xəstələri daha üzgüldürücüdür və bu xəstələr belə deyək, sağalmaları mümkündür. Daimi stoma dediyimiz deməli stomalardan azad olunaraq belə deyək, uzun illər normal bir şəkildə həyatlarına davam edə bilirlər. Bu müalicədə olan yeniliklər sayəsində hədəf kimyoterapiyaların belə deyək, istifadə olunmasından bağlı, kimyoterapiyada yeniliklərin olmasından bağlı, dediyim bu neoadjuvant dediyimiz əməliyyatdan qabaq olan müalicələrdəki inkişafla bağlı, hətta xəstələrin bir qismi əməliyyatsız belə təqib edə bilirik, özəlliklə yaşlı qrup xəstələrdə. İnşallah ki, heç bir izləyicimiz xəstələnməsin. Xəstələnməsinlər. Bəli. Amma vaxtında müraciət edəndə aşkar olunmaq da mümkündür ki, hətta vaxtından gec də aşkarlananda bu xəstəlikləri müalicə eləmək olur. Yoğun bağırsaq və düz bağırsaq xərçəngləri ən çox qaraciyərə metastaz verə bilirlər. Olduqları yerdə peritonal metastaz verdikləri zaman, qaraciyərə metastaz verdikləri zaman da bu xəstələri müalicə eləmək mümkündür. Həm cərrahisi, həm müxtəlif minimal invaziv mikrodalğa ablasiyaları kimi müalicə metodlarını, peritonektomiya, HIPEC dediyimiz isidilmiş kimyoterapiyalar sayəsində müasir elmin inkişafıyla bu xəstələrin ömrünü uzatmaq, müalicə eləmək mümkündür. Təşəkkür edirəm doktor. Mən təşəkkür edirəm. Çox sağ olun. Gəldiyiniz üçün bu intervyu üçün mən sizə təşəkkür edirəm. Çox sağ olun.